Abituriyentlər, bugünkü mövzumuz Şumer mövzusudur. Mövzuya keçməzdən əvvəl xatırlatma edim ki, bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Və dərslərimiz haqqında məlumat almaq istəyirsinizsə, 051 818 3029 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək mövzuya. Mesopotamiya Asiya qitəsinin cənub-qərbində yerləşirdi, Aral dənizinin şərqində yerləşirdi, Dəzlə Fərat çaylarının arasında yerləşirdi. Şumerlər bu əraziyə gəlmə əhali hesab olunurdu. Onlar Mərkəzi Asiyadan, Altay dağlarından gəlmələr qeyd olunur. Bəzi mənbələrdə qeyd olunur ki, Şumerlər deməli Şimali Qafqazdan və Azərbaycandan gəlmələr də qeyd olunur. Və bir şey qeyd edim ki, Şumerlər qədim türk nəslindəndir. Onlar eradan əvvəl 7-6-cı minillikdə bura gəlmişlər və ilk öncə onu qeyd edim ki, əvvəlcə Mesopotamiyanın şimal hissəsində məskunlaşmışlar və eradan əvvəl 6-cı minilliyin əvvəlində isə cənubda məskunlaşmağa başlamışdılar. Buranı Bərəkət Ayparası da adlandırırdılar. Nə üçün Bərəkət Ayparası? Çünki Mesopotamiyanın Dəzlə Fərat çayları arasında yerləşirdi və bu ərazi coğrafi formasına görə bir qövsvari, aypara formasındaydı. Və bura Bərəkət Ayparası həmçinin buranın torpaqları çox bərəkətli idi. Əlbəttə ki, çay vadisində yerləşirdi. Qeyd etdiyimiz kimi Dəzlə və Fərat çayları, yəni suvarıldıqdan sonra buranın torpağı təsərrüfat üçün bərəkətli idi. Daha sonra bizim testlərdə qabağımıza çıxa bilər ki, Şumerlər Mesopotamiyaya daş dövrünün hansı mərhələsində gəlmişdir? Əlbəttə ki, qeyd etdiyimiz kimi 7-6-cı minilliklər Neolit dövrünə təsadüf edir. Mesopotamiyanın təbii mühitinin müsbət cəhətlərini dediyimiz kimi mənfi cəhətləri də var idi. Mənfi cəhətlər bəs nə idi? Bura düzən ərazidə yerləşdiyi üçün burada təbii istehkamlar yox idi, yox dərəcəsində idi. Bərk ağac yox idi, tikinti materialları az idi. Bu Mesopotamiyanın mənfi cəhətləridir. Əlbəttə ki, düzən ərazidə yerləşməsi bunda xarici hücumların qarşısının alınmasında çətinlik törədirdi. Eradan əvvəl 4-cü minillikdə Şumerlər tuncu, duluz çarxın, təmiz mis əldə etməyi öyrənmişdir. Gedək ilk şəhərlər. Deməli, Şumerdə ilk şəhərlər eradan əvvəl 4-cü minillikdə yaranmışdır. İlk şəhər Erodi şəhəridir. Daha sonra biz şəhərlərdən Ur, Kiş, Umma, Laqaş kimi şəhərlərin adını çəkə bilərik. Şumerlər haqqında onu qeyd edim ki, Şumerlər ilk dövlət yaradan, idarə etmə sistemi quran, yəni xalqlardan hesab olunur. Eradan əvvəl 4-cü minilliyin sonu 3-cü minilliyin əvvəllərində deməli, bu şəhərlər şəhər dövlətlərinə çevrilir. Əlbəttə ki, bu şəhər dövlətlər mədəniyyət cəhətdən bir-birinə oxşasa da, yəni bunların hər birinin öz ordusu, dövləti, məhkəməsi, qanunları var idi və yəni hər biri müstəqil bir dövlət idi, bir-birindən fərqlənirdi. Bu şəhər dövlətlərində əvvəlcə ümumi məsələlər xalq toplantılarında həll olunurdu və bu şəhər dövlətlərinin ilk vaxtlar xalq toplantılarında seçilən ağsaqqallar idarə edirdi. Daha sonra En adını daşıyan kahinlər idarə etməyə başlayır. En və yaxud Ens adını daşıyan. Luqallar isə bu, belə deyək, bura çay vadisində yerləşdiyi üçün bu şəhər dövlətlər arasında çay vadiləri uğrunda mübarizə gedirdi və bu mübarizə sonda müharibələrə səbəb oldu. Və bu mübarizələrdə orduya başçılıq etmək üçün Luqallar seçilirdi. Luqallar isə müharibələr genişləndikcə, Luqalların da cəmiyyətdə nüfuzu çoxaldıqca artıq onlar Şumer şəhər dövlətlərində hakimiyyəti öz əllərinə almağa başlayırlar. Və sonradan isə bu Luqal hakimiyyəti də onlar öz övladlarını ötürürlər və irsi keçməyə başlayır. Biz burada teokratik cəmiyyət anlayışını görəcəyik. Bu nədir? Əlbəttə ki, Şumerdə deməli, idarə etmə dini əsaslarda idi. Biz bunu indiki cənub qonşumuz İran İslam Respublikasında da görə bilərik ki, orada hakimiyyət dini əsaslarına idarə olunur. Belə bir sual ünvanlamaq istəyirəm ki, bəs Azərbaycan tarixində 16-cı əsrdə hansı dövlətimiz idi ki, dini əsaslarına idarə olunurdu? Bunu şərhlərdə qeyd edərsiniz. Patriarxal cəmiyyət, deməli, qeyd edək ki, deməli, Şumer şəhər dövlətləri
patriarxat cəmiyyət burada üstün idi. Biz digər şərq dövlətlərindən fərqli olaraq deyirik ki, Şumerdə qadınların mövqeyi daha üstün idi. Yəni qismən üstün idi. Necə yəni qismən? Çünki bəzi qadınlar, daha doğrusu yuxarı təbəqənin qadınları məmur kimi və yaxud hər hansı dövlət vəzifəsində çalışa bilərdilər. Əlbəttə ki, bu yuxarı təbəqənin qadınlarına və oxuyub yazmağı bacaran qadınlara aid idi. Daha sonra biz qeyd edirik Şumer mədəniyyətini mənimsəyən xalqlardan Aşurlar, Yahudilər, Finikiyalılar. Şumerlər ilk yazılı qanunlar tərtib edən xalqlardandır. Əlbəttə ki, bu qanunlar bu şəhər dövlətlərinin hökmdarlarını ilahiləşdirmək bir məqsədə daşıyırdı. Bu şəhər dövlətləri arasında ara müharibələri də mövcud idi. Bu ara müharibələri nədən ibarət idi? Yəni səbəbi əlbəttə ki, çay vadilərini ələ keçirmək, iki çay arasını birləşdirmək, vahid şəkildə idarə etmək. Amma bu şəhər dövlətlərindən heç biri iki çay arasını vahid şəkildə idarə edə bilməyib, yəni tabi edə bilməyiblər. Demək, bu şəhər dövlətləri arasında baş verən mübarizələr bu şəhər dövlətlərini zəiflətməyə başlamışdır. Əlbəttə ki, şəhər təsərrüfatı dağılmışdır, şəhərlər dağılmışdır, əhali azalmışdır və bunun da nəticəsində Şumerlərin şimalda yaşayan Akkadlar, Ərəbistan yarımadasında yaşayan Akkadlar eradan əvvəl 24-cü əsrdə deməli Şumerlərə iki çay arasında hücum edir və Şumer şəhər dövlətlərin tabe edir. Və Akkadların başçısı kim idi? Sargon. Və o deməli iki çay arasını tabe etdikdən sonra tarixin ilk imperiyasını yaradır, yəni Akkad imperiyasının. O deməli Akkadlar belə deyək, iki çay arasını tabe etdikdən sonra deməli Şumer mədəniyyətin ölkə ərazisində yaymaqla bərabər həmçinin ölkədən kənara da yaymışlar. Eradan əvvəl 22-ci əsrdə Azərbaycanın qədim türk tayfalarından olan Kutilər Akkad imperiyasına son qoymuşdur. 22-ci əsrin əvvəlindən 20-ci əsrin sonuna qədər, 22-ci əsrin daha doğrusu üzr istəyirəm, 22-ci əsrin əvvəlindən 22-ci əsrin sonuna qədər deməli Mesopotamiya Kutilərin hakimiyyəti altında qalmışdır və Kutilərin hakimiyyəti dövründə nisbətən sabitlik olmuşdur Mesopotamiyada. Şumer mədəniyyətindən nə deyə bilərik? Şumer mədəniyyətindən eradan əvvəl 4-cü minillikdə Şumerdə şəkilli yazı olan, yəni piktoqrafik yazıdan istifadə olunmuşdur. Bunu biz Misirlə də oxşarlaşdıra bilərik. Misirdə də eradan əvvəl 4-cü minillikdə piktoqrafik yazıdan istifadə olunmuşdur. Piktoqrafik yazı nümunələrinə Uruq şəhərinin deməli xarabalıqlarından tapılmışdır, tədqiq olunmuşdur. Eradan əvvəl 3-cü minillikdə Mixi və yaxud da Mismari yazı adlanan yazı sistemini kəşf etmişdilər. Bu yazı sistemini onlar deməli gil lövhələr üzərində yazırdılar, yəni mismari formada idi. Hər biri bir işarəni bildirirdi. Biz Misirdə də qeyd etmişdik ki, Misirdə deməli heroqlif yazını onlar papirus ağacının yarpaqları üzərində yazırdılar. Yəni bu cürlə oxşarlaşdıra bilərik. Daha sonra deyə bilərik ki, Misirdə dama oyunu yaratmışdılar. Məktəbdə ancaq oğlanlar oxuyurdu. Müəllimlər məktəbin ustadı, məktəbin atası, şagirdlər isə deməli məktəbin oğulları adlanırdı və əlbəttə ki, məktəbdə ancaq yuxarı təbəqənin uşaqları oxuyurdu, yəni kasıb təbəqənin uşağı oxumurdu və sərt intizam var idi. Eradan əvvəl 3-cü minillikdə bizə gəlib çıxmış xəritələr, yəni gil lövhə üzərindəki xəritələr Şumerlərə məxsusdur. Daha sonra 60-lıq hesablama sistemini yaratmışdılar. Mən Misir mövzusunda qeyd etmişdim ki, onluq hesablama sistemi Misirlilərə aiddir. Yəni burada bizdə kitabda qeyd olunub ki, onluq və 60-lıq hesablama sistemini kəşf etmişdilər. Xeyr, onluq hesablama sistemini biz Misirdə götürəcəyik. Deməli, Misirlilər dairəni 360 dərəcəyə bölürdülər, saatı 60 dəqiqəyə bölürdülər. Zikkuratlar 3, 5, 7 mərtəbəli məbədlər eradan əvvəl 3-cü minillikdə yaranmağa başlamışdı. Və bu zikkuratlar haqqında sizə bir məlumat deyim ki,
Orada qeyd olunur ki, zikkuratların ilk 2 mərtəbəsi qara, 3-cü mərtəbə qırmızı, daha sonra göy və damı isə sarı rəngdə idi. Əlbəttə ki, bunun da bir simvolik mənası var idi. Yəni deyirlər ki, ilk 2 mərtəbə qara rəngdə olan yeraltı dünyanı, qırmızı 3-cü mərtəbə deməli torpağı, daha sonra göy rəng səmanı, sarı rəng isə günəşi ifadə edirdi. Daha sonra eradan əvvəl 3-cü minillikdə yaranmış Gilgameş dastanı Şumerlərə məxsusdur. Bu dastan eradan əvvəl 2-ci minillikdə Huri və Het dillərinə tərcümə olunmuşdur. Şumerlər tanrıları qadın və kişi olmaqla qruplaşdırırdılar və yaxud da yeraltı, səma və yer tanrılarına bölürdülər. Şumerdə deməli baş tanrı An idi. Biz Misirdə də qeyd etdik ki, Misirdə isə baş tanrı Amon idi. Məhəbbət tanrısı və bərəkət tanrısı isə ilahə İnanna idi. Əziz abituriyentlər, dərsimizi yekunlaşdırdıq. Mümkün qədər dərsimizin ana məqamlarını qeyd etdim. Amma yenə də kitabı oxumaq mütləq və mütləqdir. Növbəti dərslərdə görüşmək ümidi ilə.